Deməli salamlayıram hamınızı. Deməli mən sizə bir dənə söz deyim. Deməli bundan bir ayın ərzində düz 5 dəfə qaynar xəttə zəng eləmişəm. Baxın. Masallı rayonu Türküva kəndindən Mamudava kəndinə keçən yerdə burada qaz buraxılır. Bəlkə də gündə burada neçə min kub qaz gedir ha. Bu qaz heyfdir. Burada uşaq keçir. Sonra baxın. Baxın. Gəlin bura. Baxın. 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 Bu hamısı qaz. Buran çək. Hamısı bu qazdır. Burada uşaq var, böyük var. Burada bugün sabah əsgərliyə gedəcəklər Allahın köməyi. Buna niyə baxmırlar? Nə qədər müraciət eləmişəm. Deyirlər ki, galeri çəkir, əlini sağ cibinə belə. Deyir ki, hava isti olsun. Əlində bir dənə qızıl bilərziyi var. Hava isti olsun. Galeri düzəldər inşallah. Hava isti olsun deyir. Bu günləri bu məhəllədə əsgər böyüyür. Özüm də bu məhəllə uşağıyam. Bu baxın. Ora çək. Baxın. Bu hamısı buradan qazla çıxır ha. Bu qada qazı dövlətə niyə ziyan vururlar? Gəl buraya indi. Dövlətə niyə ziyan vururlar? Bax. Buradan da qaz bırakır. Bunlar dövlətin qazını niyə dağıdırlar, niyə məhv edirlər? Falan qədər də maaş alırlar. Baxın. Hamısı bu oradan qaz bırakır. Xahiş edirəm, bu işə bir dənə ciddi nəzarət olunsun. Bu işin üstünə düşsünlər, bu turbaları dəyişsinlər. Turbalar çürüyüb. Xahiş edirəm sizdən. Ta ki bir də uşaq ölsün gərək, sonra baxsınlar. Oldu. Çox sağ olun. Allahın köməyi bu inşallah həll olunacaq. Sağ olun.